Körtala kəndində fındıq bağı satışa çıxarılır. Qonşular ilə aralıq tikanlı məhdillə bağlanmışdır. Hər tərəfdən, sağ tərəfdən, sol tərəfdən 66 sortdur. Gördüyümüz bağda 65 fındıq tomalar var. 3 cərgədir. Yan tərəfdə yəni həyət yanı ev var. Hal-hazırda həmin evdə satışdadır, sağ tərəfdə. Yəni alıb ikisini də birləşdirə bilərsiniz. Gördüyümüz bu bağın qiyməti 20 manata təklif olunur. Kupçası əldədir. Birbaşa notarial qaydada alqı-sat gedərək gördüyümüz fındıq bağını əldə edə bilərsiniz. Fındıq bağı tam yol kənarına düşür. Qeyd etdiyim kimi yol kənarında yerləşir. Yoldan birbaşa fındıq bağına daxil olursunuz. Otu yay sezonunda 3-4 dəfə çalınır. Gördüyünüz kimi təmiz otlaqdır. Qeyd etdiyim kimi gördüyünüz fındıq bağı Kupçalıdır. Öncə çəkdiyim fındıq bağının yan tərəfində qeyd etdiyim ev, yəni yeni tikili evdir. Gördüyünüz kimi 8 sotun içərisində yerləşir. Kubik daşdan tikilmişdir ev. Qiyməti 30.000 manata təklif olunur. Hər ikisi ayrı-ayrılıqda satıla da bilər. Fındıq bağı 66 sot qeyd olunduğu kimi 20.000 manata. Gördüyünüz bu yeni tikili ev 8 sot ilə arxasında bir neçə fındıq tomaları ilə qiyməti 30.000 manata təklif olunur. Hər ikisi Kupçalıdır. Evin qazı, işığı, suyu çəkilmişdir. İnternet hattı çəkilmişdir. İşdəki haldadır. Evin içərisi ilə tanış olun. Qeyd etdiyim kimi hər ikisi Kupçalıdır.